Faraj oyunun sonunda 0-0'lıq SSC-yə razı oldunuz. Fikirlərim maraqlıdır. I think we deserve to win. Əlbəttə ki, qələbəyə layiq olan tərəf düşünürəm ki, biz idik. Çünki deyəsən rəqib tərəf heç də qələbə üçün meydana gəlməmişdi. HSC üçün oynayırdılar. Düşünürəm ki, oyunda daha inamlı olan tərəf biz idik. Artıq 2026-cı ilin ilk oyunu başa vurdunuz. Yeni ildə liqada əsas hədəfiniz nə olacaq? Bu oyunu çıxmaq şərti ilə deyə bilərəm ki, qələbə sayımızı mütləq çoxaltmaq lazımdır. Düşünürəm ki, növbəti oyunda qələbə olarsa, bu cürdə davam edəcək. Bəs bugünkü hakim performansı ilə bağlı nə düşünürsən? Hər oyun demək olar ki, bu cür hallar hakimlər tərəfindən təkrarlanır. Bilmirəm nədəndir, amma həmişə çalışıram ki, diqqətim oyunda olsun. Növbəti oyununuz haqqında nə fikirlər deyə bilərsən? I hope next match we will. Ümid edirəm ki, növbəti oyun qələbə qazanan tərəf biz olacağıq, olmalıyıq da. Çünki hazırda turnir cədvəlinə baxdım. Zirədən 8 xal geridəyik. 3 xallar qazanıb onları keçməyə çalışmalıyıq. Mövsümün sonunda konferans və Avropa liqasına getməyi təmin edəcəyinizə inanırsınızmı? Yes, I believe. Bəli, mən inanıram. Qələbələri ard-arda sıraladıqdan sonra düşünürəm ki, yuxarı pillələrdə olacağıq. Sonuncu sual, azarkeşlərinizə nə demək istəyərdim? Bizi hər zaman dəstəklədiklərinə görə təşəkkür edirəm. Həqiqətən də onların hər oyun dəstəyini hiss edirik. Çünki onlar olmadan biz heç nə edə bilərəm sadəcə. Bizi dəstəkləməyə davam eləsinlər, hər şey yaxşı olacaq.